Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə. İmam Hüseyin əleyhissalam atası Həzrət Əlidən soruşur ki, cəddimiz Peyğəmbər evə gələndə öz vaxtını necə bölərdi? İmam buyurur, Peyğəmbər evə daxil oldu, öz vaxtını 3 yerə bölərdi. Bir hissəsi Allahla ibadət idi. Bir hissəsi ailə üçün idi, ailənin işləri idi. Bir hissəsi isə özünə məxsus işlər idi. Amma Peyğəmbərdir də, onu da cəmaatla öz arasında bölərdi. Girdi evə, namaza vaxt ayır, ailəyə də vaxt ayır. Öz şəxsi işlərinə də vaxt ayır. İndi Peyğəmbər o qədər böyük şəxsiyyətdə Allahın salamı olsun ona və əhl-i beytinə, görürsən biri gəldi qapıya, Peyğəmbər də həya eləyərdi. Öz vaxtından verərdi, ailənin vaxtından kəsməzdi. Namazdan kəsməzdi. Öz şəxsi vaxtından, yatmağından kəsərdi. İstirahatindən kəsərdi, verərdi həmin adama. Ona görə qardaşlarım, möminlər, çalışın vaxtınızı gündəlik bölün. Bizdə bəzən problem nə üçün yaranır? O adam gündəlik proqramını ancaq qoyur namaza. Bu mömindir, bu ibadət əhlidir, bu abiddir. Bəs ailə, bəs çörək qazanmaq, ya da əksinə. Bəzilərimizdə elə namazı necə gəldi? Tez qılır, əsas qoyur vaxtın dükana, al-verə. Yox, bu da səhvdir. Adam var, ailəyə vaxt ayırmır. Ailəsi ondan şikayət eləyir. Ailənin də haqqı var, uşağın da haqqı var. Onların da sizlə gəzməyə, dostlarla gəzməyə haqqın varsa, gündə çayxanaya getməyə haqqın varsa, ailə ilə də arada gələ bu haqqı düşünəsən. Onlar kimlə getsin? İndi bəzən ailə bizi başa düşür, sağ olsun. Amma əgər haqlarını, hüquqlarını tələb etsələr, çox problem yaranır. Ona görə əsl mömin, əsl insan, əsl kişi ailədə öz vaxtını namaza, ibadətə, çörək qazanmağa, ruzi dağıca getməyə, o cümlədən halal istirahətə vaxt ayırmalıdır.